Bonjour à tous, hamıya salamlar. Ümid edirəm hər biriniz yaxşısınız. Əziz abituriyentlər, bugün 20 aprel 9-cu sinif buraxılış imtahanında düşən suallara və onların izahlarına baxacağıq. İzaha keçmədən öncə sizlərə bu il abituriyentlər üçün hazırladığım 30 variantdan ibarət sınaq toplusunu təqdim edirəm və test vəsaitin içərisində 30 variantda dinləmə mətnləri, oxuyub anlama mətnləri, ən son model testlərə uyğun şəkildə buraxılış imtahanı demək sualları çərçivəsində, sualları formasında hazırlanmışdır. Əldə etmək istəyən şagirdlər videonun şərh bölməsində mənimlə əlaqə saxlaya bilərlər. Bu test içərisində qeyd olunan testləri işləməklə siz qəbul imtahanında daha yüksək nəticələr əldə etmək şansı qazanarsınız. İndi isə vaxt itirmədən 20 aprel 9-cu sinif şagirdlərinə düşən suallara baxırıq. İlk öncə mətnlə tanış olaq. Dinləmə mətnini videonun şərh bölməsində linkini yerləşdirəcəm. Oradan dinləmə edə bilərsiniz. Mətn belədir. Madame Dormey passait son week-end en banlieue dans un hôtel non chauffé. Xanım Dormey öz həftə sonunu bir qəsəbədə isti olmayan, non chauffé, yəni istiliyi olmayan bir oteldə keçirirdi. Elle y avait pris froid et a eu de la grippe. O orada soyuqladı və qrip oldu. Elle avait mal à la tête et à la gorge. Onun başı və boğazı ağrıyırdı. Elle avait de la fièvre. Onun qızdırması var idi. Le lundi, deməli, bazar ertəsi, le lundi matin, bazar ertəsi səhər, elle est allée chez le docteur Katz. O, doktor Katz'ın yanına getdi. Le docteur l'a examiné, həkim onu yoxladı. Et a pensé qu'elle était enrhumée və düşündü ki, o zökəm olub. Vous avez de la température, sizin temperaturunuz var, et vous êtes tombé malade və siz xəstələnmisiniz. Mais ce n'est pas grave, amma önəmli deyil. Vous devez prendre des médicaments pendant une semaine. Bir həftə ərzində dərman qəbul etməlisiniz. Le docteur Katz a donné une ordonnance à Madame Dormey. Deməli, doktor Katz Madame Dormey'ə resept verdi. Et a conseillé de ne pas aller au travail və işə getməməyi məsləhət gördü. Restez à la maison et reposez-vous bien. Evdə qalın və yaxşı dincəlin. Ne sortez pas de la maison, evdən çıxmayın et suivez cette ordonnance pendant une semaine. Və bir həftə ərzində bu reseptə əməl edin. Madame Dormey a bien suivi les conseils du docteur. Xanım Dormey həkimin məsləhətlərinə yaxşı əməl etdi. Elle est restée chez elle, o evdə qaldı və a pris ses médicaments chaque jour. Və hər gün öz dərmanlarını qəbul etdi. Après 3 jours, 3 gün sonra, elle se sentait déjà mieux. O artıq özünü yaxşı hiss eləyirdi. Mais elle a continué à prendre ses médicaments pour guérir complètement. O tam olaraq sağalmaq üçün öz dərmanlarını qəbul etməyi davam etdirdi. İndi birinci suala baxırıq. Birinci sualda deyir ki, dans le texte il s'agit, mətndə danışılır. A. Des maladies graves, ciddi xəstəlikdən. B. Des médicaments, dərmanlardan. C. De l'ordonnance du docteur Katz, doktor Katz'ın reseptindən. D. Du métier du monsieur Katz, monsieur Katz'ın, yəni cənab Katz'ın peşəsindən. Y. De la maladie de Madame Dormey, xanım Dormey'in xəstəliyindən. Təbii ki, mətni dinlədi, tərcümə də etdi. Doğru cavabımız olacaq Y bəndi. Mətndə xanım Dormey'in xəstəliyindən danışılırdı. 2. Complétez la phrase selon le texte. Mətnə görə cümləni tamamlayın. Madame Dormey devrait prendre ses médicaments pendant. 3 nöqtə. Xanım Dormey deməli dərman qəbul etməli idi ərzində. Yəni nə qədər müddət ərzində dərman qəbul etməlidir, həmin müddəti dinləmə mətnindən deməli tutmaq lazım idi. A. 4 ou 5 jours, 4 yaxud 5 gün. B. Une semaine, bir həftə. C. Tous les jours du matin, hər səhər. Deməli, yox, tous les jours du mois. Ayın hər günü. D. Quelques mois, bir neçə ay. Y. Un mois, bir ay. Təbii ki, doğru cavab orada une semaine, yəni bir həftə olacaq. Yadınızdasa mətndə belə bir cümlə dedim. Deməli, orada deyir ki, doktor Katz suivez cette ordonnance pendant une semaine. Bir həftə ərzində bu reseptə əməl edin. Və o evdə qalır, xanım Dormey evdə qalır və dərmanlarını qəbul edir. Yəni bir həftə idi cavab. Olur, bir həftə ərzində qəbul etməli idi. Cavab B bəndi. 3. Choisissez l'idée correcte d'après le texte. Mətnə görə düzgün deməli ideyanı seçin. A. Madame Dormey a passé son week-end à la banlieue. Xanım Dormey öz tətilini, həftə sonunu qəsəbədə keçirdi. Bəli, bu doğru cavabdır. B. Doktor Katz a conseillé d'aller au travail. Həkim Katz deyir
İşə getməyi məsləhət gördü. Xeyr, o xəstə idi deyənə ona dedi ki, yəni işə getmə, evdə qal. C. Doktor Katz n'a pas examiné Madame Dormeuil. Doktor Katz xanım Dormeuil yoxlamadı. Təbii ki, həkimə gedibsə onu yoxlayıb. Deməli, bu cavab da ola bilməz. D. Madame Dormeuil n'avait pas de la température. Xanım Dormeuil'in temperaturu yox idi. Bəli, var idi çünki o xəstə idi və temperaturu var idi. Y. Après juste une journée, Madame Dormeuil bir dəqiqə se sentait bien, düzəltdim. Özünü yaxşı hiss edirdi. Deməli, bir gündən sonra yox, mətndə deyir ki, o 3 gündən sonra. Après 3 jours, elle se sentait déjà mieux. O özünü artıq yaxşı hiss edirdi. Deməli, bu cavab da ola bilməz. Təbii ki, doğru cavabımız olur A bəndi. 4. Choisissez si c'est vrai ou faux, seçin səhvdir yoxsa düzdür. 1. Madame Dormeuil après le froid à l'hôtel non chauffé. Xanım Dormeuil, yəni isti olmayan bir oteldə soyuqladı. Bəli, bu doğru cavabdır. Madame Dormeuil avait mal à la gorge. Xanım Dormeuil boğazı ağrıyırdı. Bəli, mətndə deyilir ki, o xəstə idi və o il a pris froid et a eu de la grippe et elle avait mal à la tête et à la gorge. Onun başı və boğazı ağrıyırdı. Bu cavab da doğrudur. Deməli, burada vrai yazacağıq. 1-2 cavab olur vrai. Vrai bölümündə orada 1 və 2-ni qeyd edə bilərsiniz. 3. Madame Dormeuil ne prend pas des médicaments après 3 jours. 3 gündən sonra xanım Dormeuil dərman qəbul eləmir. Xeyr, bu səhvdir. Çünki ən sonuncu cümlədə deyir ki, elle a continué à prendre ses médicaments pour guérir complètement. Tam olaraq sağalmaq üçün o deməli yaxşı olsa da dərmanlarını qəbul etməyə davam edir. Deməli bunu foya qeyd eləyəcəyik. Və 4. Elle sort de la maison chaque jour. O hər gün evdən çıxır. Xeyr, elə bir cavab yox idi mətndə. O xəstə idi və həkim ona evdən çıxmamağı məsləhət görmüşdü. Deməli 1-2 olur vrai, 3-4 olur faux. İndi baxırıq bu dinləmə mətni haqqında bu qədər. Baxırıq digər 3 balaca mətnə. Demək, şərtdə deyir ki, lisez les courts textes et choisissez les bonnes séries de 5 à 7. Balaca mətnləri, qısa mətnləri oxuyun və 5-dən 7-yə qədər düzgün choisissez les bonnes séries, düzgün seriyaları, yəni düzgün cavabları seçin. 3 balaca mətnə bir şərt qoyulub. Yəni biz mətnləri oxuyub tərcümə etməliyik və düzgün cavabı seçməliyik. Hər mətnə ayrıca şərt qoyulmayıb. Yəni bir şərt hər 3 balaca mətnə aiddir. Birinci mətnə baxaq. Le musée d'art moderne organise une exposition spéciale ce week-end. Bu cümlədə deyilir ki, Musée d'Art Moderne, müasir, yəni incəsənət muzeyi deyək, təşkil eləyir bir ekspozisyon spesial, xüsusi bir sərgi təşkil eləyir. Ce weekend, bu həftə sonu. L'entrée est gratuite, giriş pulsuzdur, pour les étudiants et les enfants. Kimlər üçün? Tələbələr və uşaqlar üçün giriş pulsuzdur. Gratuit, pulsuz deməkdir. Les visiteurs guidés auront lieu à 10h, 14h, bir də 16h. Deməli, bələdçi turlar olacaq saat 10-da, 14-də, bir də 16-da. Yəni bələdçili turlar belə deyək. Vous pouvez découvrir les œuvres de célèbres artistes contemporains. Siz müasir sənətkar, deməli, artist burada rəssam mənasında işlənib. Müasir rəssamların məşhur əsərlərini kəşf edə bilərsiniz, yəni öyrənə bilərsiniz, görə bilərsiniz bu anlamda. Görmək üçün daha doğrusu gəlin, venez deyir. Venez pour découvrir les œuvres de célèbres artistes contemporains. Müasir rəssamların məşhur əsərlərini kəşf etmək üçün gəlin. Découvrir kəşf etmək, öyrənmək bu anlamda da işlənə bilər. İndi baxırıq cavablara. Pendant cette exposition, bu sərgi zamanı, on peut découvrir des artistes antiques. Deməli, köhnə, yəni antik rəssamların kəşf etmək olar. B. Les visites guidées commencent à partir de 16h. Bələdçili ziyarətlər saat 16-da başlayır. C. Cette exposition ne fonctionne pas le lundi. Bu sərgi deməli bazar ertəsi günü işləmir. D. L'entrée est gratuite pour les vieux. Giriş yaşlılar üçün pulsuzdur. Y. Le musée d'art moderne, müasir incəsənət muzeyi prépare une exposition chaque mois. Hər ay sərgi hazırlayır. Təbii ki, doğru cavab burada olmalıdır C bəndi. Cette exposition ne fonctionne pas le lundi. Bu sərgi bazar ertəsi günü işləmir. Çünki birinci cümlədə deyir ki, həftə sonu üçün təşkil olunur. Xüsusilə bu sərgi həftə sonu üçün təşkil olunur. A bəndində məsələn yazıb artist antik rəssamları əsərlərini yəni kəşf eləmək üçün yəni gəlin orada təbii ki kontemporan sözü var idi. Yəni müasir rəssamlardan söhbət gedirdi. B bəndində saat 16-da başlayır deyir. 16-dan etibarən başlayır. Xeyr, saat 10-da var, 14-də bir də 16-da. 16-dan başlanmır. Əksinə saat 10-da başlayır orada ziyarət. D bəndində deyir ki, vieux, yəni yaşlılar üçün pulsuzdur. Xeyr. Mətndə qeyd olunub ki, etudiant, tələbələr, bir də enfant, şagirdlər üçün pulsuzdur. Y orada da deyir ki, hər ay təşkil olunur. Xeyr, orada hər ay təşkil olunur deyə bir cümlə yoxdur.
Yazıb ki, xüsusilə bu yəni həftə sonu üçün təşkil olunur. Hər ay orada sərgi keçilir deyə bir cümlə keçmir. Deməli bizim doğru cavabımız olduğu C-məndir. 6-cı indi növbəti balaca mətnə baxaq. Mətndə deyir ki, l'amitié est l'un des plus beaux trésors de la vie. Dostluq deyir, həyatın ən gözəl xəzinələrindən biridir. Un véritable ami est toujours là. Yəni əsl dost, həqiqi dost həmişə deyir, yəni burada, yəni orada olur. Yəni sənin yanında olur bu anlamda. Il porte du soutien, des rires et une confiance forte. Il apporte du soutien, o deməli yardım edir, yəni yardım gətirir, rire gülüş və confiance fort güclü inam, yəni bəxş eləyir, güclü inam gətirir, güclü inam verir də, yəni bu anlamda. Les bons souvenirs partagés avec des amis sont précieux. Dostlarla paylaşılan yaxşı xatirələr, deməli, les bons souvenirs partagés avec des amis, qiymətlidir, précieux qiymətlidir. Dostlarla paylaşılan ən yaxşı yəni xatirələr qiymətlidir. İndi baxaq varianta. L'amitié est une grande valeur. Dostluğun böyük dəyəri var. Valeur dəyər deməkdir, məna, dəyər. B. Les vrais amis ne sont jamais présents dans les moments difficiles. Əsl dostlar deyir, çətin zamanlarda heç vaxt deməli olmurlar. Yox, təbii ki, bu səhv cümlədir. C. C'est mieux d'être seul plutôt qu'avec des amis. Dostlarla olmaqdan daha çox tək olmaq daha yaxşıdır. Xeyr, təbii ki, bu da səhv bir variantdır. D. L'amitié est moins important que l'argent. Dostluq puldan daha az əhəmiyyətlidir. Xeyr, dostluq daha yəni əhəmiyyətlidir. Y. L'amitié est inutile dans la vie. Dostluq həyatda faydasızdır. Təbii ki, doğru cavabı seç deyirsə, burada 4 yanlış cavab görürük. Doğru cavabımız olacaq A bəndi. Belə şərt ilk dəfə yəni bu ildən belə deyək də verilir şagirdlərə ki, bir şərt verilir ki, doğru cavabları seçin və 3 balaca mətnə aid olur. Bu zaman təbii ki, siz baxacaqsınız variantlarda 4 dənə belə deyək də inkar, yəni səhv cavabı olmalıdır. Bir cavab deməli doğrudur. Həmin o doğrunu tapmaq lazımdır. Ola bilər ki, indi burada deyək ki, səhv cavabları seçin. 4 variantda doğru cümlələr yazar və hər variantda bir səhv cümlə qoyar. Biz onu tapmalıyıq. İndi baxırıq növbəti deməli mətnə. Növbəti balaca mətnimiz. Bonjour à tous, hamıya salam. Le groupe Les Étoiles, deməli ulduzlar qrupu joue au concert ce samedi à 21h au parc. Ulduz deyir ki, ulduzlar qrupu saat 21-də, şənbə günü saat 21-də parkda konsertdə oynayır, yəni konsert verir də belə. Les billets sont à 10 euros. Biletlər 10 eurodur. Ne manquez pas ce spectacle extraordinaire. Bu qeyri-adi tamaşanı qaçırtmayın. A. Le concert est au stade. Konsert stadiondadır. Orada stadionda deyildi, parkdaydı. B. Le spectacle est banal. Banal bayağı deməkdir. Tamaşa bayağıdır. Orada tamaşa haqqında deyir ki, extraordinaire-dir, qeyri-adidir, banal deyil. Bu cavab da təbii ki, doğru deyil. C. Le concert est payant. Konsert pulludur. Təbii ki, orada deyir ki, biletin qiyməti 10 eurodur. Deməli, doğru cavabımız elə bu olacaq. Digər iki varianta da nəzər salaq. L'entrée est gratuite. Giriş pulsuzdur. Xeyr, giriş pulluydu orada, 10 euroydu. Y. Il n'y a pas de concert ce weekend. Bu həftə sonu konsert yoxdur. Təbii ki, konsertin elanını verir orada, deməli konsert var. Doğru cavabımız nə oldu? Le concert est payant. Konsert pulludur. Belə, 3 balaca mətnə də baxdıq. İndi isə böyük mətni, yəni böyük oxu mətni ilə tanış olaq. Cette année, le club Sourire pour tous a prévu plusieurs actions humanitaires pour aider les personnes dans le besoin. Bu il hər kəs üçün Təbəssüm klubu ehtiyacı olan insanlara kömək etmək üçün bir neçə humanitar aksiya planlaşdırıb. Il organisera la collecte de vêtements, de jouets et de nourriture pour les orphelins, les personnes handicapées et les malades. Klub, yetimlər, əlillər və xəstələr üçün geyim, oyuncaqlar və qida toplamaq aksiyası təşkil edəcək. Burada kollekt sözünə rast gəlirik. Kollekt yeni kitablardan olan bir sözdür. Kollekt yəni gedir yardım, kollekt de vêtements, paltar yardımı. Le club visitera également des orphelinats et des personnes âgées pour leur apporter du soutien. Klub eləcə də yəni yetimxanalara,
yaşlı insanlara baş çəkəcək və onlara yardım verəcək və ya yardım aparacaq. En collaboration avec des associations humanitaires, le club souhaite créer des projets similaires. Demək, humanitar təşkilatlarla, əməkdaşlıq çərçivəsində deyək, klub bəzi oxşar layihələr yaratmağı arzu edir. De plus, üstəlik, il participera aux actions locales comme le Fonds Main Solidaire et international comme le Marathon du Cœur. Demək, bu cümlədə belə olacaq ki, de plus, yəni üstəlik və ya bundan əlavə klub, burada birlik əli və ya Club Solidaire humanitar yox belə gedir də. Main Solidaire, yəni humanitar əl və yaxud birlik əli fondu kimi yerli aksiyalarda və international comme le Marathon du Cœur, ürək marafonu kimi beynəlxalq aksiyalarda iştirak edəcək. Pour aider les familles pauvres, kasıb ailələrə kömək etmək üçün des concerts scolaires et des foires scolaires seront organisés afin de collecter des fonds. Kasıb ailələrə kömək etmək üçün məktəb konsertləri və məktəb yarmarkaları təşkil olunacaq. Deməli, burada yardım toplamaq məqsədi ilə. Deməli, yardım toplamaq məqsədi ilə məktəb konsertləri və məktəb yardımları təşkil olunacaq kasıb ailələrə kömək etmək üçün. Le club réalisera aussi des clubs de conversation pour les malades. Klub deyir, həmçinin xəstə insanlar üçün danışıq klubları da təşkil edəcək, yəni həyata keçirəcək və cherchera des volontaires pour soutenir ces actions. Deməli, necə oldu? Klub xəstələr üçün söhbət klubları təşkil edəcək və öz fəaliyyətlərinə dəstək olmaq üçün, aksiyalarına dəstək olmaq üçün könüllülər axtaracaq, könüllü insanlar axtaracaq. Enfin, nəhayət, son olaraq, la création d'un fonds humanitaire pour le club Sourire pour tous permettra de poursuivre ces initiatives à l'avenir. Və sonda, deyir, gələcəkdə bu təşəbbüsləri davam etdirmək üçün hər kəs üçün təbəssüm klubu üçün humanitar bir fond yaradılacaq. Grâce à toutes ces activités, le club espère apporter un changement positif dans la société. Və bu fəaliyyətlər, bütün bu fəaliyyətlər sayəsində klub cəmiyyətdə müsbət bir dəyişiklik yaratmağı ümid edir. Baxırıq indi 8-ci suala. Choisissez la bonne série, düzgün seriyanı seçin. Dans le texte il s'agit. Mətndə bəhs olunur. A. Des activités du club humanitaire, humanitar klubun fəaliyyətlərindən. B. Des programmes scolaires du club, klubun məktəb proqramından. B. Des projets économiques locaux, yerli iqtisadi layihələrdən. Deməli, D. Burada variantların yerində biraz qarşılığı yaranıb. D olmalıdır. Des projets internationaux, beynəlxalq layihələrdən və C. De la vie quotidienne des bénévoles, könüllü deməli, könüllülərin de la vie quotidienne gündəlik həyatından. A, B, C burada ardıcıldır. Qarşıda D-yi. Deməli, doğrudur. Testin orijinal versiyasında da belə idi. İndi baxaq, düzgün cavabımız hansı olacaq? Təbii ki, doğru cavabımız A bəndə olacaq. Des activités du club humanitaire, humanitar klubun fəaliyyətlərindən söhbət gedirdi mətndə. Digər variantlar doğru cavab ola bilməz. Tərcümədən də yəqin ki, bunu başa düşdünüz. 9. Choisissez les défauts d'après le texte. Mətnə görə səhv ideyanı tapın. A. Des foires scolaires seront organisées pour aider les familles pauvres. Kasıb ailələrə kömək etmək üçün məktəb yardımları, fuar yarmarkaları təşkil olunacaq. B. Le club travaille uniquement sur des actions internationales. Klub deyir təkcə beynəlxalq aksiyalarla işləyir. Xeyr, orada demək səhv variant elə bu olacaq. Çünki orada lokal sözü var. Lokal yerli deməkdir. Yəni yerli bir orada təşkilatla da işləyirdi, həm də beynəlxalq. Deməli, Main Solidaire
Bax, bu lokal idi, lokal təşkilat və Maraton du Cœur bu isə olur internasional, beynəlxalq təşkilatlar. Deməli, səhv cavabımız elə bu olur. Digər variantlara da baxaq. Le club ira voir des orphelinats et des personnes âgées. Klub deyir yetimxanalara və deməli yaşlı insanları görməyə gedəcək. Orfelina yetimxana da düzdür, müasir dövrdə yetimxana qalmayıb. Kimsəsizlər evi deyək də, buna belə bir anlama gəlir. Le club organisera des clubs de conversation. Klub deyir danışıq klubları təşkil edəcək. Bəli, orada o cümlə var idi mətndə. Deməli, le club réalisera aussi des clubs conversation pour les malades. Xəstələr üçün danışıq klubları təşkil edəcək. Belə bir cümlə verilmişdi mətndə. Le Fonds Main Solidaire est une action locale. Deyir ki, Main Solidaire, həmrək əl deyək də, həmrək əllər, əl və ya birlik əl fondu est une action lokal, yerli bir təşkilatdır. Baxırıq orada, bəli, orada lokal sözü qeyd olunub, yerli təşkilat idi. Orada internasional olan, yəni beynəlxalq olan Maraton du Cœur təşkilatı idi. Deməli, doğru cavabımız oldu səhv idi ya B bəndində. Baxırıq 10-cu testə. Choisissez la bonne réponse d'après le texte. Mətnə görə düzgün cavabı seçin. Comment le club sourire pour tous aide-t-il les autres? Deyir ki, hər kəs üçün təbəssüm klubu başqalarına necə kömək edir? En travaillant avec des volontaires étrangers, əcnəbi könüllülərlə işləyərək. B. En visitant uniquement des orphelinats. Təkcə yetimxanalara ziyarət edərək. C. En créant des clubs de conversation pour les jeunes. Gənclər üçün conversation klub, yəni danışıq klubu təşkil edərək. D. En organisant la collecte des besoins des personnes. Deməli, insanlara yardım, yəni ehtiyac olan insanlara yardım toplayaraq. Y. En donnant de l'argent directement aux familles. Ailələrə birbaşa pul verərək. Təbii ki, doğru cavabımız olacaq D bəndi. En organisant la collecte des besoins de personnes. Deməli, insanların ehtiyaclarını, belə deyək də, insanların yəni ehtiyaclarını toplayaraq. Orada kollektiv, yəni yardım toplayırdılar ehtiyacı olan insanlar üçün. Deməli, doğru cavabımız bu olacaq. Digər variantlar ola bilməz. Məsələn, A bəndində deyir ki, xarici, yəni əcnəbi könüllülərlə işləyərək. Xeyr, orada əcnəbi könüllülərlə işləyək deyə bir söz yox idi. B bəndində deyir ki, ancaq orfelinaya, yetimxanalara ziyarət edir. Təkcə yetimxanaya ziyarət eləmirdilər ki, orada deməli başqa, yəni ziyarət etdikləri yer bir neçə idi. Yaşlı insanlar var idi, sonra handikapı, əlil insanlar var idi, malad, xəstə insanlar və s. Sonra C-niyə olmur, en créant des clubs, danışıq klubu, gənclər üçün danışıq klubu təşkil edirik. Burada yəni danışıq klubunun nə bir əhəmiyyəti var ki, yəni bu da doğru cavab ola bilməz. Y-də də deyir ki, birbaşa direktman ailələrə pul verərək. Yəni xeyr, belə bir şey də yox idi orada. Deməli, bizim doğru cavabımız olur D bəndi. 11. Complétez la phrase selon le texte. Mətnə görə cümləni tamamlayın. Le club sourire pour tous souhaite aider les personnes dans les besoins. Deməli, hər kəs üçün necə getdi adı? Sourire pour tous, hər kəs üçün təbəssüm. Yəni təbəssüm klubu insanlara kömək edir, ehtiyacı olan insanlara kömək edir. Deməli, indi biz cümlənin ardını davam etməliyik. Créera un fond humanitaire, humanitar fond və o humanitar fond yaradacaq və 2. Visitera uniquement les malades à domicile. Yalnız evdə olan xəstələri ziyarət edəcək. 3. Participera seulement aux actions internationales. Təkcə beynəlxalq təşkilatlarda iştirak edəcək. 4. Organisera des concerts pour collecter des fonds. Deməli, fondlar yaratmaq üçün konsertlər təşkil edəcək. Demək, indi variantlara analiz eləyək. Birinci cümlədə humanitar fond yaradacaq. Bəli, orada elə bir fikir var idi mətndə. Deməli, bir doğrudur, cümlənin ardını birinci cümləni tamamlamaq olar. İkincidə deyir ki, yalnız unikman, yəni yalnız evdə olan xəstələrə ziyarət edəcək. Xeyr, orada başqa insanlara da, 50 insanlara və digər yaşlı insanlara da ziyarət edəcək deyilirdi. Deməli, bu doğru cavab ola bilməz. 3. Participasyon ancaq beynəlxalq təşkilatlarda. Xeyr, həm yerli, həm beynəlxalq təşkilatlarda iştirak edəcək. Deməli, bu da doğru cavab ola bilməz, cümləni tamamlaya bilməz. Və 4. Deməli, fond yaratmaq üçün yardım fondu, belə deyək də, yardım toplamaq üçün, yardım fondları yaratmaq üçün konsertlər təşkil edəcək. Bəli, bu fikirdə mətndə var idi. Deməli, bizim cümləmizi 1-ci və 4-cü, 1-4 cümlələr tamamlaya bilər. Le club sourire pour tous.
hər kəs üçün təbəssüm klubu souhaite aider les personnes dans les besoins, ehtiyacı olan insanlara kömək etməyi arzulayır. Donc deməli, donc həm deməli gedir, həm də yəni gedir. Il créera un fond humanitaire, o humanitar fond yaradacaq və organisera des concerts pour collecter des fonds, deməli fondlar yaratmaq üçün konsertlər təşkil olacaq. Doğru cavabımız D bəndi, yəni 1 və 4. Və mətnimizin sonuncu sualına baxırıq. 12. Choisissez les bonnes idées d'après le texte. Mətnə görə doğru fikirləri seçin. Le club Sourire pour tous aide des personnes handicapées. Hər kəs üçün deməli təbəssüm klubu handikapı əlil edir, əlil insanlara kömək edir. Bəli, bu doğru cavabdır. Orada bu fikir var idi. 2. Il organise des activités locales comme le marathon du cœur. Bu cümlə doğru olmayacaq. Baxaq indi niyə? Çünki orada deyir ki, il participera aux actions locales comme le fonds Mən deməli solidaire et international comme le marathon du cœur. O deyir deməli Mən solidaire həmrəy yəni əl və ya birlik əllər fondu kimi yerli aksiyalarda iştirak edəcək və marathon du cœur isə international beynəlxalq aksiya idi. Deməli burada marathon du cœur beynəlxalq idi. Beynəlxalq bir təşkilat idi və Mən solidaire isə lokal idi. Və ona görə də ikinci cavabımız doğru olmur. Çünki marathon du cœur burada lokal yazılıb, amma mətndə international idi. Deməli bunu götürmürük. 3. Il travaille sans collaboration avec des associations. O deyir assosiasiyalarla, yəni əməkdaşlıq etmədən, yəni əməkdaşlıqsız işləyir. Xeyr, bu da doğru cavab olmur. Çünki əməkdaşlıq eləyirdi assosiasiyalarla. 4. La création d'un fonds humanitaire est prévue pour le futur. Burada da deyilir ki, gələcək üçün bir humanitar fondun yaradılması planlaşdırılır. Bəli, orada o cümlə qeyd olunmuşdu. Mətndə ən sonuncu cümlədə, baxın, yazılıb burada. Grâce à toutes ces activités, le club espère apporter... Non, bu cümlədir. Yox, bəlkə də bu deyil. Ondan üstəki cümlə. La création d'un fonds humanitaire pour le club Sourire pour tous permettra de poursuivre ces initiatives à l'avenir. Orada l'avenir gələcəkdə sözündə görürsünüz. Deməli, doğru cavabımız burada düzgün ideyalarımız nə oldu? 1, bir də 4. Doğru cavabımız 1 və 4 qeyd edirik orada. Bu tipli suallar, belə rəqəmlərlə verilən suallar, açıq suallar hesab olunur. Mətnlərimiz haqqında bu qədər. İndi keçirik qrammatik test tapşırıqlarının izahına. Qrammatika, yəni sadə idi, normal idi, amma mətnlər bir qədər 9-cu sinif şagirdləri üçün çətin idi. Yəni hazırlaşmayan uşaq bu suallara cavab verməsi mümkünsüzdür. 13. Choisissez la bonne série. Ton père s'appelle 3 nöqtə. Sənin atan adlanır. Təbii ki, nöqtənin yerində olmalıdır koman. Necə? Ton père s'appelle koman. Sənin atan necə adlanır? Və yaxud koman sözü sual sözüdür. Belə bu cümlənin əvvəlində də gələ bilər, cümlənin sonunda da gələ bilər. Fransız dilində sual sözləri həm cümlənin əvvəlində, həm də cümlənin sonunda işlənə bilərlər. Normalda danışıqda adətən sual sözləri sonda işlənir, amma yazıda, qrammatikada əsasən sual sözləri cümlənin əvvəlində işlənir. Sual cümləsində sual sözü cümlənin əvvəlində gəlirsə, bu zaman sual sözü birinci gəlməlidir, sonra xəbər, daha sonra isə mübtəda gəlir. Yəni mübtəda ilə xəbər sual cümləsində öz yerini dəyişir. Normal standart cümlədə mübtəda birinci, sonra xəbər gəlməlidir. Amma sual cümləsində isə əksinə olur. Sual sözü, xəbər, daha sonra isə mübtəda olur. Burada sual sözü axırdadır. Belə. Ona görə də mübtəda xəbər yerində qalıb. 14. Trouver le mot intrus. Intrus bilirik ki, yad deməkdir. Yəni, eyni qəbilədən olmayan sözü, yəni yad sözü seçin. Sözləri tərcümə etməliyik. Une cuillère, qaşıq, une nappe, süfrə, un couteau, bıçaq, une fourchette, çəngəl və un chien, it. Yəni, süfrə dəstindən danışılır burada. Yalnız bir dənə şiən sözü məntiqə uymur. Yəni, bu söz yad sözdür. Ona görə də doğru cavabımız olur D bəndi. 15. Ce bel arbre est très. Bu gözəl ağac deyir, çox. Cavab olmalıdır vieux, Y bəndi. Vieux, yəni köhnədir. Niyə vieux qoyuruq? Çünki cümlənin sonunda orada ancaq vieux ola bilərdi. Məsələn, söhbət arbordan gedir. Arbor ağac sözü təkdə və kişi cinsindədir. Qarşısında söy işlənib, bel sözündə bir dənə L hərfi var, deməli o kişi cinsindədir. B, C və D bəndləri doğru cavab olmaz, çünki onlar qadın cinsində verilib. Hətta C bəndi qadın cəmdə verilib.
Amma arbor isə kişi cinsindədir. O variantları atırıq. Qalırıq A və Y arasında. A bəndində bol sözünün sonunda X işarəsi var. Cəmdədir. Ona görə də o cavabı qoymuruq. Biz qoyuruq viyönü. Viyönün də sonunda X işarəsi var. Sadəcə viyo həm təkdə, həm də cəmdə yazılanda onun sonunda X işarəsi olmalıdır. Yəni o sözün yazılışı belədir. Yəni o cəm X-i deyil. Viyo özü sözün sonu X hərfi ilə qutaran bir sifətdir. Həmişə nöqtənin yerinə sifət qoyanda əziz şagirdlər diqqətli olun. Sifət həmişə isimdən asılıdır. Yəni sifət isimə görə təyin olunur cümlədə. İsim kişi cinsində olarsa sifət kişi, isim qadın olarsa sifət qadın, isim tək olarsa sifət tək, isim cəm olarsa sifət cəm olmalıdır. Yəni isim həmişə sifətdən asılı olur cins və kəmiyyət etibarilə. 13 yox, 16-ya baxırıq. Deməli, la gare, vağzal sözünün qabağında 3 nöqtə var. Bura deməli, söz önləri qoymalıyıq. Birinci də deməli, söz önümüz olacaq A la gare. À la gare vağzalda deməkdir. Vağzal qadın cinsindədir. Yönlük və yerli halda deyəndə qabağında yəni A-ə, dadə sözünüsü A-nı yazmalıyıq. À la gare vağzalda ils sont descendus, onlar düşdülər qatardan. Qatar sözü kişi cinsindədir. Qatardan kişi cinsi bir ismi yiyəlik və çıxışlıq halda deyərkən, yəni sonunu ın, in, dan kimi tərcümə edərkən, onun qarşısına dü yazmaq lazımdır. Ils sont descendus, du train, onlar qatardan düşdülər. Ils ont pris le taxi, onlar taksiyə mindilər və ils sont arrivés, onlar gəldilər. Jusqu'à la place Azneft, Azneft meydanına qədər gəldilər. Burada da plasın qabağında la var. Deməli qoymalıyıq jusqu'à qədər deməkdir. Testimizin doğru cavabı olur B bəndi. 17-ci suala baxırıq. Dans notre manuel, bizim kitabımızda il y a des règles de grammaire, qrammatik qaydalar var à la page, səhifədə. Səhifə sözündən sonra 3 nöqtə qoyulub. Fransız dilində səhifələr miqdar sayıları ilə deyilir. Yəni iyyəm ilə deyilmir. İyyəm olan saylar sıra saylarıdır və biz paj olanda iyyəmi işlətmirik. O variantları atmaq lazımdır. A, B, D və Y bəndinə baxırıq. Sayların sonunda iyyəm var. Deməli bunlar sıra saylarıdır. Doğru cavab ola bilməz. Doğru cavabımız olur C bəndi. 92. 92 92 deməkdir. Deyir, il y a des règles de grammaire à la page 92. 92-ci səhifədə qrammatik qaydalar var. Deməli, unutmuruq, paj olanda, pajdan sonra 3 nöqtə varsa, testdə səhifə sözündən sonra həmişə iyyəm olan cavabları atmaq lazımdır. Yəni, sıra sayı qoymuruq. Azərbaycan dilində səhifələr sıra sayı ilə deyilir, amma fransız dilində bu belə deyil. Səhifələr miqdar sayı ilə, yəni rəqəmin özü ilə deyilir. 18. Burada om sözünün qabağında 3 nöqtə qoyulub. Om kişi, adam deməkdir. H-la başlayıb və işarə sifəti qoymaq tələb olunur. Təbii ki, set qoyacağıq, bir dənə t qoyacağıq. Çünki set sözündə bir dənə t işlənərsə, bu kişi cinsində sait və h-la başlayan isimlərin qabağında işlənir. Om da kişi cinsindədir, h-la başlayıb, deməli bir t qoymaq lazımdır. Cet homme veut savoir où sont les enfants. Yəni bu adam yaxud bu kişi bilmək istəyir ki, uşaqlar haradadır. 19. C'est mon frère, bu mənim qardaşımdır və ikinci cümlədə qardaş sözünü əvəzliklə əvəz etməliyik. Təbii ki, qardaş sözü burada kişi cinsindədir və təkdədir. Ona görə də biz onu il əvəzliyi ilə əvəz edirik. Il s'appelle Michel, onun adı Michel'dir. Doğru cavabımız B bəndi. 20. Sylvie est arrivée à Toulouse. Sylvie Toulouse-a gəldi. Cümləyə fikir veririk. Est arrivée, gəldi. Bax, bu cümlə hansı zamandadır? Passé kompoze zamanındadır. Yəni, keçmişdə verilibdir. Bizim cümləmizin xəbəri keçmişdədir. Deməli, bizim ora qoyacağımız zaman zərfi də keçmişi bildirməlidir. Keçmişi bildirən zaman zərfi orada avant-hier, yəni sırağa gün sözüdür. Sylvie est arrivée à Toulouse avant-hier. Sylvie sırağa gün Toulouse-a gəldi. Toujours həmişə deməkdir. Dömən sabah, après dömən biri gün. Bunlar gələcəyi bildirən zaman zərfləridir. Chaque jour, hər gün. Bu da olmur. Deməli, doğru cavabımız D olur. 21. Deməli, 3 nöqtə qoyulub. Sonra yazılıb j'enverrai. Bu envoyer feilidir. Gələcək zamanda. Des messages à mon copain. Mən dostuma deməli, mesaj göndərəcəm. Burada envoyer feilinə diqqətlə baxın. O j'enverrai. Gələcək zamandadır, yəni futur simple zamanındadır xəbər. Ona görə də bizim nöqtənin yerinə qoyacağımız zaman zərfi də gələcəyi ifadə etməlidir. Le mois passé, keçən ay, hier, dünən, l'année passé, keçən il, avant-hier, sırağa gün zərfləri keçmiş zamana aiddir. Keçmiş zamanda işlənir. Və bunlar doğru cavab ola bilməz. Deməli, doğru cavabımız olur dömən, sabah. Sabah, dömən, après dömən, sabah, birisi gün. Zaman zərflərindən sonra gələcək zamanda olan feil işlənir. Doğru cavabımız Y bəndi. Baxırıq 22-ci suala.
Chaque matin, hər səhər, Jacques mange. Jacques yeyir. Pain sözünün qabağında 3 nöqtə var. Pain beurre yağlı çörək deməkdir. Təbii ki, pain burada kişi cinsində olduğuna görə nöqtənin yerində du olmalıdır. Du pain beurre, beurre yağlı çörək yeyir. Du miel. Miel də bal deməkdir. O da kişi cinsindədir. Ona görə oraya du yazmaq lazımdır. Du miel, bal. Və üçüncü nöqtənin yerinə isə tas, fincan sözünü görürsünüz. Tas, fincan miqdar bildirən sözdür. Və miqdar bildirən sözlərdən sonra həmişə de sözünüsü işlənir. Deməli, nöqtənin yerində olmalıdır de. Une tasse de café, bir fincan çay. Deməli, yadımızda qalır, tas olanda biz nöqtənin yerinə de yazmalıyıq. Du pain, du miel və de café. Doğru cavabımız olur D bəndi. 23-cü testə baxırıq. Choisissez la proposition impersonnelle. Şəxsi cümləni seçin. A bəndi, il gèle dehors aujourd'hui. Bu gün çöldədir, şaxtadır. B. Chaque jour il travaille beaucoup. Hər gün o çox işləyir. Burada il o kimi tərcümə olunur. Deməli, şəxsi cümlə ola bilməz. C. Chaque année il voyage beaucoup. Hər il o çoxlu səyahət edir. Burada da il o kimi olur. Deməli, D. Il achète beaucoup de livres. O çoxlu kitab alır. Yenə il o kimi tərcümə olundu. Y. Il aime la musique et la peinture. O musiqini və rəsmi sevir. Şəxsi cümlə deməli hansı cümlələrə deyildi? Il ilə başlamalıdır, il sözü olmalıdır o cümlədə, amma il o kimi tərcümə olunmamalıdır. Və havaya, saata aid olan cümlələrə şəxsi cümlələr deyirik. Deməli, doğru cavabımız olur A bəndi. Il gèle dehors aujourd'hui. Bu gün çöldə hava gel şaxtadır deməkdir. Yəni şaxta var, şaxtadır. Burada il o kimi tərcümə olunmadığı üçün doğru cavabımız olur A bəndi. Yəni şəxsi cümlə olur bu cümlə. 24. Sophie, tu sors aujourd'hui. Sophie, sən bu gün çıxırsan? Belə bir sual verib. No, xeyr, volontiers, həvəslə, avec plaisir, məmnuniyyətlə, d'accord, tamam, D bəndi də c'est une bonne idée, bu yaxşı ideyadır. Y, je suis fatigué, mən yorğunam. Təbii ki, doğru cavabımız olacaq Y bəndi, mən yorğunam. Çünki orada no, xeyr sözü var. Yəni təksib eləyir. Yəni inkar bir cavab verməlidir, mənfi bir cavab verməlidir. Yəni deyirsən çıxırsan, xeyr, çıxmıram. Əvəzində yəni ya bir mənfi cavab verməliyəm, ya da bir negativ bir fikir səslənməlidir. Je suis fatigué, mən yorğunam. Deməli, doğru cavabımız Y bəndi. 25. Complété par la bonne série. Bonjour madame, que désirez-vous? Salam xanım, siz nə arzu edirsiniz? Yəni nə arzulayırsınız, nə istəyirsiniz? Baxırıq indi variantla. Donnez-moi un kilo de farine. Mənə 1 kilo un verin. Bəli, bunu seçə bilərik. J'appelle le médecin. Mən həkimi çağırıram. Xeyr, bu ola bilməz. Nə arzulayırsınız deyirsə, que désirez-vous. Deməli, bu nəsə almağa gəlib. Nəyisə bir şey istəyir. 3. Je voudrais une bouteille de lait. Mən bir şüşə süd istəyirəm. Bəli, bu ola bilər. 4. C'est juste près de l'université. Düz deyir, universitetin yanındadır. Deməli, bu cavabda 4-cü cümlədə ola bilməz. Doğru cavabımız olacaq deməli 1 və 3-cü cümlə. 1 və 3-ü qeyd edirsiniz. Və nəhayət 26-cı sual. 26-cı sualın izahı günlər əvvəl YouTube-da bu şəkil üzrə necə esse qurmaq lazımdır. Mən onu yerləşdirmişəm, YouTube-da paylaşmışam. Bu videonun şərh bölümündə həmin videonun linkini təkrar olaraq qoyacağam. Həm 26-cı sualın izahını, həm də dinləmə mətnini videonun şərh bölməsində sizlər üçün yenidən paylaşacağam. İstəsəz oradan daxil olub baxa bilərsiniz. Əziz abituriyentlər, ümid edirəm ki, bu izahlar, bu dərs sizlər üçün faydalı oldu, nələrsə öyrəndiniz. Hər birinizə məni izlədiyiniz üçün təşəkkürümü bildirirəm və son olaraq izlədiyiniz videoları öz sinif yoldaşlarınızla və olduğunuz ortamlarda, WhatsApp, Telegram qruplarında, Facebookda, Instagramda və TikTok şəbəkəsində paylaşıb kanala dəstək olmağı unutmayın. Əgər videonu faydalı hesab edirsinizsə, like etməyi də unutmayın. Hər birinizə təşəkkür edirəm və imtahanda sizə başarılar arzulayıram. À bientôt, hələlik, növbəti dərsdə görüşərik. À la prochaine leçon.